İmamın övladları əmin-amanlıqda böyüyüblər hamısı. Ancaq can eşidiblər. Döyülmək görməyiblər ki, uşağı döymək nə deməkdir. Belə bir şey görməyiblər. Ona görə İmam Səccad dedi ki, Aleykunnə bil-firar, qaçın. Da müharibədə deməzlər ki, qaçın, elə adamlar qaçın. Bu uşaqlar görməmişlər döyülmək ki, bunlara başa sardılar ki, qaçın vuracaqlar. Bunlar bilmirdilər ki, uşağı vurarlar. O belə bir mühitdə böyümüşdülər. Onlar deyəndə ata deyiblər can. Deyəndə ana deyiblər can, deyəndə əmi can eşidiblər, başqa bir söz yox. Hədislərdə var, Həzrət Əli ayağa durardı övladını çağıranda, deyərdi İleyyə, ya Əbu Abdillah, gəl yanıma. Əbu Abdillah da hörmətli xitabdır. Ata oğlunun ayağına durursa gör oğul neynirdi. Bu ədəb və sevgi mühitində böyümüş uşaqlar idi. Ona görə onların müsibəti çox ağırdı. Gündə döyülən uşağı döyəndə o qədər, amma əzizlənən və dəyər görən uşaq gəlib namərdlər əlində əsir olanda bu 10 qat artıq müsibətdir. Ona görə Əhl-i Beytin müsibəti olduqca çox böyüdü və bu müsibətlərin anası kimdir? Xanım Zeynəb salamullahi aleyhadır. Onun adını Allah qoyub Peyğəmbərə, deyib Peyğəmbər onun adını qoyub. Zeynü Əbi, o atasının zinətidir. Əlinin ürəyində qalan sözlərin hamısını küfədə o dedi. Hər gecə göz yaşı tökürsünüz, hər gecə yanırsınız. Niyə? Eşidirsiniz ki, belə müsibətlər olub. Zeynəb bunların hamısını görüb gözü ilə. Heç kəs İmam Hüseynin başının bədənindən ayrılmasını görməmişdi. Heç bir şəhid, Əvvəl-Fəzağı da görmədi. Heç bir arifin deyirlər, taqəti yoxdur o səhnəni görsün. Mükaşifə halında baş bədəndən ayrılma səhnəsi ağırdı. Kərbəlaya gedənlər görüb, orada qətligah var. Allah qismət eləsin görəsin. Oraya yaxınlaşanda deyirlər, çox deyənməyim, məkruhdur orada dayanmaq. O qətligah, İmam Hüseynin qətl olunduğu yerdə adam yaxınlaşanda ağırlığını hiss edir. Mən görmüşəm, dayanmaq olmur. Hələ qətligah. Xanım Zeynəb təllin üstündən baxıb görürdü ki, Hüseynin diri-diri başı bədənindən ayrılır. Bu nə mahıdır ki, həddən keçib istirabı Zeynəb. Fələk üzrə mehri mahı eləyib kəbabı Zeynəb. Dedi, məndəli bizarə ki, nə ahuzarıdır bu. Dedi, bu fəqanə bais ələmi cənab-ı Zeynəb. Dəxi lalədən soruşdum, niyə dağdar olubsan? Dedi, yandırıbdı bağrım o evi xarab Zeynəb. Bu bəlalı çöldə qönçə necə bürqədar olsun? Kim əsiri Şumi Şama gedə biniqab Zeynəb. Qasım bəy Zakir yazıb bunu. Dəxi Zakiri hesab et, səgi küyü Kərbəladan. Bihəqi fəqan-ı Zəhra, bihəqi əzab-ı Zeynəb.